Salam əziz tələbələr. Deməli, magistratura üzrə qəbul olan tələbələrin universitetlərə onlayn qeydiyyatı başlayıb artıq və əvvəllər bu portal üzərindən olunurdusa, artıq bu ildən MyGov üzərindən olunacaqdır. Və mən də istədim ki, əvvəllər mənim bir videom var idi və o portal üzərindən bu həmən qeydiyyatın izahı idi. Dedim ki, MyGov üzərindən çəkim ki, sizin qeydiyyatınızı eləməyiniz sizin üçün asan olsun. Və mən artıq hal-hazırda MyGov saytındayım hal-hazırda. MyGov'un saytına daxil olandan sonra mən sizə MyGov'dan necə qeydiyyat, ilk olaraq mən sizə MyGov'da necə qeydiyyata keçəcəyimizi göstərəcəm. Ondan sonra isə e, bu proses tamamlandıqdan sonra mən oradan xidmətlərə daxil olub artıq öz müraciətimizi göndərəcəyik. İndi gəlin ilk olaraq mən sizə MyGov'dan necə qeydiyyatdan keçəcəyinizi göstərəcəm. İlk olaraq burada daxil olacağıq biz daxil olun hissəsinə. Sonra burada belə deyim. Qeydiyyat eləməmişdən əvvəl sizə bunu deyim ki, kimin ki MyGov hesabı varsa, o MyGov'un tətbiqinə daxil olub, aşağıdakı orada QR kod hissəsini açıb, burada ikinci hissəyə göstərildiyi kimi, burada olan bu QR kod hissəsinə kameranı tutaraq bunu skan eləyəcək. Və skan eləyəndən sonra isə birbaşa MyGov'a daxil olacaqlar. Mən burada sizə digər üsulları göstərmək istəyirəm. Digər üsulları isə buradakı üsullar var. Sima imza, asan imza, Sima token, yəni elektron imza və digərləri. Kimə hansı daha rahatsa onlara daxil ola bilər. Amma mən bura özüm identifikasiya nömrəsi olan hissəni seçib sizə qeydiyyatın təfsilatını izah edəcəm. Bura daxil olduqmu? Bəli. Əgər bizim hesabımız varsa, fin kodumuzu və şifrəmizi yazıb birbaşa daxil olacağıq hesabımıza. Əgər kimsə şifrəni unudursa, burada şifrəmi unutur hissəsinə klikləyərək orada öz nömrəsini daxil edəcək və həmən nömrəsinə kod gələndən 5 rəqəmli kod gələndən sonra həmən kodu bizdən istənilən yerə daxil edib, ondan sonra isə şifrənizi bərpa edə biləcəksiniz. Gəlin biz qeydiyyatdan hissəsinə klikləyək və sıfırdan bir hesab yaradaq. Mən daxil oluram bura. Burada daxil olandan sonra burada şərtlər və qaydalar hissəsi açılır. Və mən bir də bunları bir oxumayacağam. Kim oxumaq istəsə, yəni şərtlərin hamısı tanış olmaq istəyən tələbələr olsa, şərtlərin hamısı ilə tanış olmaq istəyən tələbələr olsalar, bunları oxuya bilərlər. Amma bunları mən oxumayıb birbaşa şərtlər və qaydalar tanış olma hissəsində klikləyirəm və keçirəm və qəbul edirəm. Bundan sonra isə burada deməli, siz artıq bu qeydiyyatın ilkin mərhələsi olan sənəd hissəsinə keçid edəndən sonra burada belə bir hissə açılır. İdentifikasiya sənədini seçin. Bura klik edəndən sonra isə 4 dənə sənəd versiyası gəlir. Bu köhnə nəsil və kəsr vəsiqəsidir. Yeni nəsil kəsr vəsiqəsidir. Bunlar Azərbaycan vətəndaşı olanlar üçündür təbii ki. Daimi yaşamaq və müvəqqəti yaşamaq icazəsi isə bu xarici vətəndaşlarla bağlı olan bir punktlardır. Və mənim hazırda məndə olan vəsiqə isə köhnəsil olduğu üçün birinci punktu, birinci versiyanı klikləyirəm mən. Seçirəm birinci versiyanı. Burada vəsiqənin seriyasını yazmağımız və fin kodu yazmağımız üçün artıq hissələr açılır. Gəlin biz artıq seriyamızı yazaq. Sonra isə keçirik biz fin kodumuzu yazmağa. Artıq fin kodu yazandan sonra isə belə bir punkt açılır ki, siz ora öz mobil nömrənizi yazasınız. Mən burada öz mobil nömrəmi yazacağam indi. Birinci seçilməlidir mobil prefiksiniz. Bunu biz seçək. Sonra isə nömrəmizi yazaq. İrəli düyməsini klikləyərək biz nömrəmizə mesaj gəlməyini təmin etməliyik. Bəli. 2 dəqiqə ərzində bizə 5 rəqəmli kod gəlməlidir ki, biz onu buraya yazaq ki, biz növbəti mərhələlərə
növbəti mərhələlərə gedə bilək ki, sonda bizim qeydiyyatımız təsdiqlənsin. Artıq bu hissə tamamlandığı üçün bizdən şifrə seçməyimiz istənilir. Biz burada şifrə seçəcəyik və şifrə seçən zaman birinci hərf böyük hərflə yazılıb, ən azı 840 aralığı simvol sayı olmalıdır və içərisində isə bir böyük hərf, bir kiçik hərf, bir rəqəm, bir də simvol olmalıdır. Mən şifrəmi yazacağım təbii ki buradan. Şifrəni yazıb, sonra isə onun təkrarını yazmaq lazımdır. Bunları yazandan sonra isə irəli düyməsini klikləyirəm. Ondan sonra isə belə bir punkt gəlir ki, siz burada davam et hissəsini klikləyərək işıqlı bir yerdə burada deyildiyi şərtlərlə şəklinizi çəkməlisiniz ki, vəsiqədə göstərilən şəxs olduğunuz təsdiqlənsin. O təsdiqlənəndən sonra isə sizin nömrənizə, yəni burada daxil etdiyiniz nömrəyə MyGov hesabımızın açılmağı ilə bağlı, qeydiyyatınızın tamamlaması ilə bağlı mesaj gələcək. Burada kim isə sizə nə icazələr istəyirlərsə, o icazələri siz icazə ver hissəsini klikləyərək icazə verməlisiniz. Və bunlar isə tam tamamlanan sonra, sizin hesabınız açılandan sonra isə mən niyə bunu axıra kimi apara bilmirəm? Çünki vəsiqə mənim vəsiqəm deyil deyə mən burada öz şəkiləm, yəni artıq o təsdiqlənməyəcək deyə mən bunu edə bilmirəm. Ona görə də digər hissələr və sizə dediyim kimi siz şəklini çəkəndən sonra sizə mesaj gələcək ki, artıq tamamlanıb qeydiyyatınız. Siz artıq telefonunuza bunun tətbiqini yükləyib, orada PIN kodunuzla şifrənizi yazacaqsınız. Ondan sonra isə siz ora özünüzdən öz hesabınıza daxil olabilməyiniz üçün 4 rəqəmli şifrə daxil etməlisiniz. Və siz hər dəfə tətbiqə daxil olanda o şifrəyə daxil olacaqsınız. Artıq sizin MyGov hesabınız yaranan sonra isə yenidən MyGov'un saytına daxil olub artıq burada yenidən daxil olan hissəsində klikləyib burada digər üsullara keçib, düzdür, belə dediyim kimi, əgər sizin üçün daha rahatdırsa, daha tez zamanda eləmək istəyirsinizsə girişinizi, məncə sizin üçün daha rahat bu olar. Daha tez daxil olabilməyiniz üçün burada bu hissəyə kameranı tutaraq QR kodla daxil ola bilərsiniz. Amma mən burada onu etməyəcəm. Mən burada identifikasiya nömrəsilə daxil olacağam. Və burada daxil olanda mən birinci tələbənin seçməliyəm, yazmalıyam PIN kodunu. Yəni birinci mən tələbənin PIN kodunu yazım bura. Sonra isə yazmalıyam tələbənin şifrəsini. Ondan sonra isə daxil olacağam hesabımıza. Onu təsdiqləməyiniz, belə deyim də, əgər sizin həmən burada olan qeydiyyatlı nömrəniz eyni nömrədirsə təsdiqlənməlisiniz. Və təsdiqləyəndən sonra isə sizə yenə də 5 rəqəmli kod gələcək ki, sizin nömrəniz olduğunu təsdiqləyəsiniz. Bu hissə gələndən sonra isə mən burada nə edəcəm? Deməli, bu hissə açılanan sonra isə siz burada MyGov yazılan hissəyə keçməlisiniz. Keçirəm bu hissəyə. Sonra isə mən hesabıma daxil olmuşdum deyə daxil olan hissəsini klikləyirəm burada. Və mənim hesabım artıq açılmış olur. Bundan sonra isə mən burada daxil olacağım hara? Daxil olacağım xidmətlərə. Xidmətlərdən isə seçməliyəm qurumları. Və qurumlara daxil olan sonra isə mən orada seçməliyəm Elm və Təhsil Nazirliyini. Bir dəqiqə. Aha. Seçdim bu hissəni də. Kliklədik. Ondan sonra bizə lazım olan hissəyə biz keçid eləməliyik. O da hansıdır? Ali və orta ixtisas təhsil müəssisələrinə təhsil alınan qeydiyyatı. Gəlin biz bura keçid eləyək. Keçid elədik. Sonra burada biz daxil olmalıyıq müraciət et hissəsinə. Orada daxil olduq. Bəli. Burada bizdə ümumi, yəni
qeydiyyatın nə vaxt kimi davam edəcəyini göstərir burada. Biz bunu bağlayırıq. Aha, indi biz nəyə baxacağıq burada? Burada sizin ümumi olaraq şəxsi məlumatlarınız yazılır burada. Və nömrəniz dəyişilibsə, nömrəniz əgər dəyişilibsə, onu dəyişə bilərsiniz buradan. Elektron post ünvanına isə e-mailinizi daxil etməlisiniz. Mən tələbənin yox, öz e-mailimi daxil edəcəm. Mən bura öz e-mailimi yazdım. Öz e-mailimi yazmalı oldum. Çünki gec vaxtı elədiyim üçün tələbə əl saxlaya bilmirəm deyə öz e-mailimi yazmalı oldum. Əslində daha münasib olur ki, daha əfsəl olur ki, öz e-mailinizi yazasınız bura. Sonra aşağı hissəyə gələndə yazılır qeydiyyat ünvanınızla bağlı bir şey var ki, burada eyni ünvanı yaşayırsınızsa, bəlini, ya ünvanınız dəyişilibsə, xeyri seçib, aşağı hissəyə gəlib üstünə klikləyərək bu hissəni silib, hansı ünvanı yaşadığınızı, yəni faktiki ünvanınızı yaza bilərsiniz. Bizdə eyni ünvan olduğu üçün biz bəlini seçirik, sonra isə davam et düyməsini klikləyirik. Növbəti gələn hissə isə qəbul məlumatları olan hissəsidir və burada sizin qəbulla bağlı bütün məlumatlarınız yazılır. Sonra isə sənədlərin yüklənməsi ilə bağlı olan hissəyə gəlirik biz. Burada birinci gələn punktda isə xaricdə təhsilini alanlar, yəni bakalavrını xaricdə alanlar üçün olan, onların ixtisasının tanınması ilə bağlı olan təsdiq edən sənədi biz burada yükləməliyik. Hal-hazırda olan tələbə bu tələbədən deyil deyə bu hissəyə bizə aid deyil. Keçirik biz növbəti punktda. Növbəti punktda isə bizə tələbənin təhsil alması haqqında sənəd və onun əlavəsini istəyirlər. Yəni diplom və onun əlavəsini istəyirlər. Amma bu əvvəlki illərin məzunlarına aiddir. Cari məzunlara isə nə lazımdır? Arayış lazımdır. Yəni ali təhsilini bitirməyi ilə bağlı arayış alınmalıdır. Bunu isə iki cür ala bilərsiniz. Sizə onun elektronu lazımdırsa, elə MyGov-un özündən ala bilərsiniz. Əgər kağız versiyasını istəyirsinizsə, onu universitetə yaxınlaşaraq əldə edə bilərsiniz. Biz bu tələbənin həmən, belə deyim, bizdə tələbənin arayışının elektronu var deyə biz onu artıq yükləyə bilərik. Gəlin yükləyək onu. Sonra sizə universitet sənədlərin siyahısı dəyişilir deyə sizdən əlavə hansı sənədlər istənilirsə, onları bir PDF-ə yığıb əlavə sənəd hissəsinə yükləməlisiniz. Gəlin biz yığdığımız sənədləri bu hissəyə yükləyək. Bundan sonra isə davam edərək növbəti hissələrə keçid eləyəcəyik. Deməli biz artıq növbəti hissəyə keçid elədik. Burada isə güzəştli qəbulla bağlı şərtlər var. Birinci gələn şərt təhsil tələbə kreditindən almaq istəyib istəməyimizlə bağlı bir sualdır. Əgər tələbə təhsil tələbə krediti istəyirsə, təbii ki, tələbə kreditinin də iki növü var. Sosial və standart. Standart olan krediti, rəsmi belə deyim, standart krediti rəsmi olaraq bir işdə işləməyən istənilən tələbə ala bilər. Amma sosial kimi ala bilər. Sosial krediti isə ala bilərlər, yəni ona müraciət edə bilərlər. Dövlət sosial yardım alanlar, ailəsində atası və anası, biri və ya ikisi əlil olan şəxslər, birinci və ikinci qrup əlil olanlar təbii ki. İtki hallarda var ki, yəni valideynlərin birini və yaxud da ikisini itirən tələbələr də sosial tələbə kreditinə müraciət edə bilərlər. Biz hal-hazırda bunu seçmirik deyə xeyri klikləyəcəyik. Növbəti hissə isə sosial baxımdan həssas əhali qrupuna aid olduğunuz üçün təhsil haqqınızda güzəşt tətbiq edilməsi istəyirsinizmi sualdır. Əgər siz burada deyilən statusa aidsinizsə, yəni əlil vətəndaşın uşağısınızsa və yaxud da ailə üzvlərinizdən biri və ya ikisi vəfat edibdirsə, ailənizdə birinci və ikinci dərəcə əlilliyi olan şəxs varsa, şəhid ailəsi üzvüsünüzsə, burada deyilən digərləri varsa, bunlar sizi təhsildən ödənişli təhsil alsanız belə, ödənişli olaraq təhsil almış olursunuz. Və bunlardan hər hansı birini
seçəndən bunlardan hər hansı birini seçəndən sonra isə aşağı hissədə qeydinizi yazıb, sonra isə buradakı sualında gəlin birini seçək ki, sizin üçün nümunə olsun. Məsəl üçün, mən seçirəm məcburi köçkün statusu olan şəxs hissəsini. Bunu seçəndən sonra isə əgər siz məcburi köçkünsünüzsə, siz bu hissəyə klikləyərək özünüzün və yaxud da atanızın və yaxud da hər iki valideyninizin vəsiqəsini bu hissəyə klikləyə bilərsiniz. Belə deyim də, bəzi tələblər ola bilərlər ki, belə deyim, burada ya hər iki valideyninizin özünüzlə bərabər, ya atanızın və yaxud da ananızın, ya bir valideyninizin, ya da hər iki valideyninizin, yəni hər bir halda özünüzlə bərabər valideynlərinizdən ən azı birini yükləməlisiniz sənəd olaraq. Burada yükləyəndən sonra isə bayaqki sənəd yüklədiyimiz hissədə olduğu kimi aşağı hissəyə gəlib davam hissəsini seçməlisiniz. Bizdə bu hissə olmayacaq deyə mən xeyir düyməsini klikləyib davam et düyməsini seçirəm. Sonra isə bütün məlumatlarla bağlı burada bütün punktlar gəlir və mən bütün məlumatların işlənməsinə razıyam hissəsini seçib təsdiqlə hissəsini seçəcəm. Təsdiqlə hissəsini seçirik. Və burada deyilir ki, sizin müraciətiniz qeydə alındı. Deməli, siz burada xidmətlər hissəsini seçib, mən bayaq səhvən çıxmalı oldum oradan. Gəlib burada tarix hissəsi var. Orada klikləyib, orada müraciətinizlə bağlı olan hissəyə baxa bilərsiniz. Siz burada müraciət eləməyini eləmişsiniz, elə deyilmi? Müraciət eləmişsiniz, müraciət olunubdur. Və sizin bu müraciətiniz qəbul olunandan sonra sizdə burada status nə yazılıb burada? Müraciət edildi yazılıb, belə deyilmi? Və universitet buna baxandan sonra, bu müraciətə baxandan sonra bütün sənədləri yoxlayacaqlar. Əgər hər şey qaydasındadırsa, sizin sənədləriniz təsdiq olunandan sonra artıq növbə gələcək ödəniş hissəsinə. Və növbə ödəniş hissəsinə gələndən sonra isə siz ödənişinizin 50%-ni ödəməli olacaqsınız. Bunu da 3 şəkildə ödəyə bilərsiniz. Ya orada göstərən rekviziti götürərək milli ön terminallarından və hər hansı bir emanət olsun, yəni terminallardan ödəniş ödəyə bilərsiniz. Orada bəzilərində xidmət haqqı da komissiya haqqı tutulur, onu da nəzərə alarsınız. Amma sizin üçün ən sərfəlisi, yəni nağd ödəyirsünüzsə, hər hansı bir banka müraciət edib, orada olan rekviziti göstərərək həmən rekvizitə ödəniş ödəyə bilərsiniz. Bu ikinci versiya idi ödənişlə bağlı. Üçüncü versiya isə orada onlayn ödəmək mövzusu var. Yəni kartla ödə hissəsi var. Onu seçərək öz kart məlumatlarınızı daxil edərək oradan da ödənişinizi ödəyə bilərsiniz. Orada da komissiya haqqı cüzi də olsa, səhv etməmsə olmalı idi. Amma hər bir halda yenə də orada yoxlayın. Yəni orada komissiya haqqı olsa yazılacaq orada. Və bunları eləyəndən sonra isə, siz onu ödəyəndən sonra isə burada yenə də ödənişi ödəyəndən sonra ümumiyyətlə baxacaq ödənişin gəlməyi ilə bağlı. Bir də bir şeyə bayaq unutdum mən. Siz milli ödən ödəyəndən sonra bəzən olur ki, orada ödəniş hissəsinə ödəniş sistemi oturmur. Ona görə də ödəniş sistemi oturmayanda həmən qəbzini ora yükləməlisiniz. Əgər sistem oturursa, ödəniş hissəsi orada yazılacaq ki, ödəniş ödənildi. Ondan sonra isə ümumiyyətlə ona baxıb artıq təsdiqi sizə verəcək. Amma siz ödənişli təhsil almışsınızsa, dövlət sifarişisinizsə, bu məlumatları təsdiqləyəndən sonra ümumiyyətlə bütün məlumatları yoxlayacaq. Əgər hər şey yolundadırsa, artıq təsdiqləyəcəklər və
sizin qeydiyyatınız tamamlamış olacaqdır. Bir də bəzi universitetlər var ki, onlar bu onlayn müraciətlə bu onlayn qeydiyyatdan əlavə olaraq sənədləri universitetdə aparmağınızı deyəcəklər. Bunu da sizin bütün qeydiyyatı təsdiq edəndən sonra kimlərə lazımdırsa, həmin hissədə, yəni qeydiyyatın olduğu MyGov hissəsində sizə onunla bağlı məlumat verəcəklər. Bu qədər. Bütün qəbul olan magistrları təbrik edirəm. Xeyirli olsun. Bundan da daha böyük uğurlara çatasınız inşallah. Sağ olun. Uğurlar hər kəsə.